Salam, hər vaxtınız xeyir olsun. Mən Dost Akademi Təlim və Tədris Mərkəzinin İbtidai sinif müəllimi, həmçinin Azərbaycan dili və metodika müəllimi Solmaz Məmmədova. Sizlərə Tədris Mərkəzimiz tərəfindən 16 mart tarixində 2-ci sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanında istifadə olunmuş Azərbaycan dili və riyaziyyat suallarını izah edəcəyəm. İlk 20 sual Azərbaycan dili sualları, növbəti 20 sual isə riyaziyyat sualları. Başlayaq sualların izahına. Sual 1. Mələk sözündə samitləri dəyişərək hansı sözləri yaratmaq olur? Demək, A-da ələk, məlik. Məsələn, A-da əni ilə dəyişiblər. Bizə samiti dəyişmək lazımdır, saiti dəyişmək yox. Ona görə A variantını çıxarırıq. Çünki ə ilə dəyişilib, məlik olub. Sonra C-də də mələk, məlik. Ə dəyişib i olub. Bunu da götürmürük. Qalır B variantı. Fələk, kələk. M F-lə əvəz olunub. Sonra M Ç-lə əvəz olunub. Mələk, fələk və yaxud da mələk, kələk. Yəni birinci samitdə dəyişib. F-lə dəyişib, Ç-lə dəyişib. B variantı. Sual 2. Hansı sözlərdə saitlərin sayı samitlərin sayından çoxdur? Qəhrəman, yuva. Məsələn, yuvada saitin də, samitin də sayı eynidir. 2 sait var, 2 samit. Y-V samit, U-A sait. A çıxdı. Kitab, televizor. Burada 2 sait var kitabda. İ-A, 3 dənə də samit var. K-B. B də çıxdı. C-də ifadə, iradə. İ-A-Ə, İ-A-Ə. 3 dənə sait var. F, D, R, D. 2 dənə də samit var. Saitlərin sayı samitlərin sayından çoxdur. C variantında. 3 sait, 2 samit. Sual 3. Sadəcə saitdən ibarət heca hansı sözdədir? Ken, quru, fotoqraf. Etibar. Etibar sözünü hecalara ayırdıqda hecanın biri sadəcə E saitindən ibarətdir. Etibar. C variantı. Sual 4. Aşağıdakı cümlə hansı variantda düzgün şəkildə verilmişdir? Kitabdakı şəkli görən Səlim çox təəccübləndi. Məsələn, B variantında cümlə böyük hərflə başlayır axı. B variantında cümlə kiçik hərflə başlayıb. Sonra C variantında Səlim kiçik hərflə yazılıb, adam adları böyük hərflə yazılır axı. Qaldı A variantında. A variantı. Kitabdakı şəkli görən Səlim çox təəccübləndi. Sual 5. Daraq sözünün sonunda hansı səs tələffüz olunur? Daraq olur, daraq. B variantı. Sual 6. Cümlədəki sözün düzgün tamamlanması üçün hansı variantdan istifadə olunmalıdır? Fərid dünən məktəb getmədi. Fərid dünən məktəbi, məktəbə. Fərid dünən məktəbə getmədi. C variantı. Hansı sözdə K hərfi fərqli tələffüz olunur? Kimya, kərtənkələ. Bunlar da K-dır. Komikdə K-dır. A variantı. Sual 8. Verilən hecaya hansı variantdakı hecanı artırsaq, söz düzgün alınmaz. Liman, limon var. Liman da var, limon da var. Amma limin yoxdur. C variantı. Əlifbamız haqqında yazılanlardan biri yanlışdır. Əlifbamızda 9 sait səs var. Əlifbamızda 23 samit səs var. Bunlar düzdür. Deyək ki, əlifbamızda 32 səs var. Xeyr, əlifbamızda 33 səs var. 32 səs yox, 33 səs var. Əlifbamızda 32 səsi var. Səhvdir. Demək, əlifbamızda 32 hərf, 33 səs var. B variantı. Hansı variantda əks mənalı hərəkət bildirən sözlər verilib? Yaxşı, pis hərəkət bildirmir, gözəl, çirkin hərəkət bildirmir, ağlamaq, gülmək hərəkət bildirir və əks mənalı sözlərdir. C variantı. Variantlardan birində məlumat almaq üçün istifadə edilən cümlə növünə aid nümunə verilib. Məlumat almaq üçün istifadə edilən cümlə növü sual cümləsi, yəni deyək ki, sual cümləsi olsun. Şuşanın yaraşığı xarı bülbüldür. Neft Azərbaycanın sərvətidir. Bunlar nəqli cümlədir. Cümlələrin sonuna nöqtə qoyulub. Azərbaycana nə üçün odlar yurdu deyilir? Bu sual cümləsidir. B variantı. Sözlərin yazılışını nəzərə alaraq ardıcıllığı tamamla. Məşqçi, səbət, gimnast. Bunlar düz yazılıb. Budaq səhv yazılıb. Budaq, üçrəngli səhv yazılıb. Üçrəngli belə yazılmalı idi. Xoşbəxt. Xoşbəxt düz yazılıb. C variantı. Sual 13. Sözlərdən birinin mənası yanlış verilmişdir. Macəra, həyəcanlı hadisə, sərgüzəşt. Layla, körpəni yatırmaq üçün söylənən şeir. Bunlar düzdür. Xəcalət çəkmək, bağışlanmaq üçün xahiş etmək. Xəcalət çəkmək, utanmaq, utandım, xəcalət çəkdim. Bu mənadadır. Bağışlanmaq üçün xahiş etmək demək deyil. C variantı. Əlifba sırasına görə ardıcılığı tamamla. Ağac, çəmən, ev. Demək, ağac, çəmən, ev.
Baxaq. Demək, A-dan sonra B gəlir. Yəni artıq B ağac A-la C-nin arasında qalıb. Yəni burada budağı biz çıxarırıq. Budağı çıxartdıq çünki A-la C-nin arasında B qaldı. Sonra dağ. E-dən əvvəl işlənir. Bu da çıxdı. Göyərçin, ağac, çəmən, ev, A, C, E. Yəni E-dən sonra B də gəlmir, D də gəlmir. Gələn ancaq C ola bilər. Göyərçin, B variantı. Saitlərin sayı samitlərin sayından çoxdur və söz 4 hecalıdır. Söhbət hansı sözdən gedir? Söz 4 hecalıdır. Baxaq. Mehriban 3 hecalıdır. Vətənpərvər 4 hecalıdır. İradəli 4 hecalıdır. Vətənpərvərlə iradəli 4 hecalıdır. Mehriban 3 hecalıdır. A variantı çıxdı. Qaldı B ilə C. Samitin, demək, saitin sayı samitdən çoxdur. Vətənpərvərdə 1, 2, 3, 4. 4 dənə ə var. Sonra 1, 2, 3, 4, 5, 6, 7. 1, 2, 3, 4, 5, 6, 7 dənə də samit var. Burada samit saitdən çoxdur. İradəlidə 1, 2, 3, 4. 1, 2, 3, 4 dənə sait var. 1, 2, 3, 3 dənə də samit var. Demək, saitin sayı samitin sayından çoxdur C variantında və C variantındakı söz həmçinin 4 hecalıdır. Cavab C oldu. Verilmiş sözlərin sonu ilə başlayan sözü tap. Cay, naq, toyuq. Demək, q ilə başlayan söz lazımdır bizə. Xoruz, qoyun, keçi. Təbii ki, qoyun B variantı. Kim haraya nə etdi? Bu suallara uyğun gələn cümlə hansıdır? Şah bağbandan üzr istədi. Nə etdi? Üzr istədi. Kim? Şah. Kimdən? Bağbandan. Bu deyil. Şəmkir üzümü ilə tanınır. Nə edir? Tanınır. Hara tanınır? Şəmkir nə ilə? Üzümü ilə. Bu da deyil. Nənə eyvana çıxdı. Nə etdi çıxdı? Kim? Nənə? Haraya? Eyvana. C variantı. Verilmiş şeir parçasına neçə misra var və hər misra neçə hecadan ibarətdir? Ağac dedi torpaqdır. Bu bir heca. Quzu dedi çəməndir. Daha doğrusu bir misra. Ağac dedi torpaqdır. Bir misra. Quzu dedi çəməndir. İkinci misra. Yarpaq dedi budaqdır. Üçüncü misra. İnsan dedi vətəndir. Dördüncü misra. 4 dənə misra var. Neçə heca var? Baxaq. Bir misrada neçə heca var? Ağac dedi torpaqdır. 7 dənə heca oldu. Quzu dedi çəməndir. Burada da 7 heca var. Yarpaq dedi budaqdır. 7 heca. İnsan dedi vətəndir. Burada da 7 heca. Demək 4 dənə misra var və hər misrada 7 dənə heca var. B variantı. Sual 19. Şəkildə verilmiş Azərbaycanın milli qəhrəmanı kimdir? Təbii ki, Mübariz İbrahimovdur. B variantı. Fikirlərdən biri yanlışdır. Sözdə neçə saiti varsa o qədər də heca var, düzdür. Məlumat vermək üçün nəqli cümlələrdən istifadə olunur, düzdür. Yer, şəxs adları böyük hərflə yazılsa da heyvan adları kiçik hərflə yazılır, səhvdir. Heyvan adları da, məsələn, itin adı, pişiyin adı böyük hərflə yazılmalıdır. C variantı. Azərbaycan dili suallarının izahı yekunlaşdı. Keçək riyaziyyat suallarının izahına. Sual 1. Şəkilə baxın. Verilmiş nümunəyə əsasən toplama və çıxmanın əlaqəsinə aid olan misalları göstərin. Demək, birinci dominoda 6, 5, 11-dir. İkinci dominoda 5, 3, 8-dir. Demək, 6, 5, 11, 5, 3, 6, 5, 11-dir. Bəli, 5, 3, 8. Biri 11-dir, biri 8-dir. 11-in üstünə 8 yəni neçə eləyir? 19. Demək, 11-in üstünə 8 gəlmək, 11-in üstünə 8 gəlmək C variantındadır. 11 üstə gəl 8, 19, həmçinin 19-dan da 8-i çıxanda 11 eləyəcək. Cavab C-dir. Meyvə səbətində 9 armud və 5 alma var idi. Meyvə səbətində cəm neçə meyvə var idi? Necə tapırıq? 9 üstə gəl 5, 14. Sonra, Leyla 4 alma yedikdən sonra səbətə neçə meyvə qaldı? 14 dənə vardı, 4-ün 7, 14 çıx 4, 10. Hər iki adım üçün uyğun gələn misalları müəyyənləşdirin. 9 üstə gəl 5 elədi 14, 14-dən də 4-ü çıxanda 10. A variantı. Boş xanalardakı ədədləri tapın. 103 kart. Demək var 3, 13, 23, 33, 43, 53, 63, 73, 83, 93. Biri 83'dür. O biri de 4, 14, 24, 34, 44, 54, 64, 74, 84. O biri de 94, 83 ve 94. B variantı. Sual 4. 27 ədədindən 3 vahid kiçik. 27-dən yəni 3-ü çıxıram. Eləyəcək 24. 21 ədədindən 3 vahid böyük. Yəni 21-in üstünə 3 gələm, yenə 24. Böyük olan ədəd hansıdır? 27 çıx 3, 24. 27 çıx 3, 24. 21 üstə gəl 3, 24. C variantı. 2-2 saymaqla şamların ümumi sayını tapın. Demək. 2. Baxaq. Demək.
2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24. Birinci sırada 24-dürsə, ikincisi də 24. Hamısı alt-alta düşür, baxın. 24-ün üstündə 24 gələk. 4-ün üstündə 4 gələndə 8, 2-nin üstündə 2 gələndə 4. 48 dənə A variantı. Dəqiqə. 2 saymaqla şamların ümumi sayını tapdıq. 24 üstə 24, 48 A variantı. 77-dən sonra 79-dan əvvəl gələn ədəd hansısa? 77, 78, 79, 78-dir C variantı. Aysel hərəsində 10 ədəd olan 3 karandaş qutusu aldı. Ayselin cəmi neçə karandaşı oldu? 10, 10, 10. 3 dənə 10-u toplayıram, 30 dənə. B variantı. Rəqəmlərdən ibarət cərgəni göstərin. Demək, 2-2 olanlar ədəddir. Yəni 9-dan o tərəfə ədəd sayılır. 10, 11, 12. Yəni artıq 2 rəqəmli olanda, 3 rəqəmli, 4 rəqəmli, 5 rəqəmli olanda bunlar ədəd sayılır. Amma 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 həm ədəddir, həm rəqəmdir. Amma bunlar əsas nə deyirik ki, rəqəm deyirik. Demək, B variantında hamısı 2 dənədir. 10, 10, 10 hamısı 2 dənə rəqəmdən ibarətdir. Ona görə bu ədəddir. Sonra C variantında 12, 19, 31, 46 ədəddir. Amma 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 tək olanlar rəqəmdir, A variantı. Hansı fikir yanlışdır? 2 rəqəmli ədədin ilk rəqəmi 0 ola bilməz, düzdür. Məsələn, 0, 1, 0, 10, daha doğrusu 0, 1, 0, 3, 0, 9 olmur. 55 rəqəmləri eyni olan 2 rəqəmli ədəddir, bu da düzdür. 57 ədədində 5 təklik və 7 onluq var, səhvdir. 57 ədədində 7 təklik 5 onluq olmalıdır, C variantı. Boş xanalara uyğun ədədləri yaz. Demək, baxırıq, əvvəlcə 3 dənə təklik var burada. Sonra 1, 2, 3, 4, 5, 5, 5, 10, 10, 10. 3 dənə də onluq var. Birinci sırada da 10 dənədir, ikinci sırada da 10 dənədir, üçüncü sırada 10 dənədir. 3 dənə onluq var, 3 dənə onluq, yəni 3 dənə 10, 10, 10. 3 dənə təklik var, 3 onluq və 3 təklik B variantı. 15 litr və 17 litr su 10 litrlik qablara boşaldıldı. Neçə qab tam doldu? Demək, 15 litr və 17 litr su 10 litrlik qablara boşaldıldı. Neçə qab tam doldu? 15 litr, bir də 17 litr. 15 ilə əvvəlcə nə edirik? 15 ilə 17-ni cəmləyirik. 15 üzərinə gəlsin. 17 eləyəcək 32. 15 ilə 17-ni cəmlədim, cəmi elədi 32 litr. 10 litrlik qablara boşaldılır. Demək, 10, 10, 10. Oldu nə qədər? 30. 2 litrdə yarımçıq qaldı. Neçə qab tam dolur? 3 qab tam dolur. 15 ilə 17-ni cəmlədim, elədi 32. 32 də 10 litrlik qablara boşaldılır. 10, 10, 10. 3 dənə 10 dolur. İkisi də boş qalmış olur. Neçə qab tam doldu? 3-ü. B variantı. Yeşikdə 18 kiloqram alma var. Yeşikdə 25 kiloqram alma olması üçün daha neçə kiloqram alma doldurulmalıdır? Necə tapıram? 25-dən 18-i çıxıram 7. A variantı. Boş xanalara uyğun ədədi tapın. Məsələn, 5 qoysaq 45-dən 59-a çıxmaq olmur. Axı 45 59-dan balacadır. Sonra C variantında 0 qoysaq 45 çıx 0,9 olmur axı. Bu da çıxdı, qaldı B variantı. 43 çıx 39 bərabərdir 4-ə. B variantı. Köynəyin qiyməti 38 manatdır. Ayaqqabının qiyməti bundan 15 manat bahadır. Ayaqqabı neçə manatdır? 38-dən 15 toplayacaq. 53 manatdır. C variantı. Müqayisə edin. 35 üzərinə gəlinsin. 54. Neçə eləyəcək? 89. 64 çıx 12 neçə eləyəcək? 52. 89 52-dən böyükdür. A variantı. 1-dən 50-yə qədər ədədlərdən neçə dəfə 3 rəqəmdən istifadə olunur? 1-dən 50-yə qədər sayaq. 3, 13, 23, sonra 30, 31, 32, 33-də 2 dənə 3 var. Bunu 2 dənə saydım. 34, 35, 36, 37, 38, 39, bir də 43. 15 dənə 3 rəqəmindən istifadə olunur. 33-də 3-ü 2 dəfə sayıram. 15 dənə 3 rəqəmindən istifadə olunur. A variantı. Misalda mötərizəni elə qoyun ki, cavab doğru alınsın. 57 çıx 15 üzərinə gəlsin 32. Baxın, A variantında, C variantında da ikisi eyni şeydir. Sadəcə birində 57 çıx 15, üstə gəl 32, yəni 57 çıx 15-i mötərizə alıb, C-də mötərizə almayıb. Demək, 57-dən 15-i çıxanda eləyəcək 42, 42-nin də üzərinə 32 gələndə eləyəcək 74. İndi
B variantına baxaq. Əvvəlcə mötərizəni içinə eləyirik. 15-in üstünə 32 gələcəm. Eləcə 47-yi. Sonra 57-dən 47-dən çıxanda cavab eləyəcək 10. B variantı. Seymur kinoya bilet almaq üçün sırada 26-cıdır. Leyli isə 47-cidir. Seymur ilə Leyla arasında neçə nəfər var? Biri 26-cıdır, o biri də 47-dir. Arasını sayırıq. Nə edirik? 26 ilə 47-nin arası 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36. Sonra 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46. 27 və 46 daxil olmaqla sayanda arası neçə nəfər oldu? 20 nəfər. A variantı. Saat 15:00-da saatın əqrəbləri hansı bucağı göstərir? Saat 15:00 saat 3 deməkdir. Saatın əqrəbləri 3 ilə 12-nin üzərində duranda 90 dərəcə düz bucaq olur. C variantı. Və sonuncu 20-ci suala da baxaq. Misallardan birinin cavabı digər ikisinin cavabından fərqlidir. Demək, 57 çıx 17 çıx 15 eləyəcək 25. Sonra 13 üzərinə gəlsin 45, çıxılsın 33, bu da eləyəcək 25. Amma 76 çıx 45, 31, 31-in üstünə 32 gələndə 63. Burada isə 63 eləyəcək cavab. Demək, cavab oldu B variantı. Və bununla da sualların izahı yekunlaşdı.